Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Mən Coğrafiya müəlliməsi Nurayın Namazov. Bu gün sizlərə biosfer haqqında danışacağıq. Bilirsiniz ki, coğrafi təbəqə 4 təbəqəni əhatə edir. Litosfer, atmosfer, hidrosfer və biosfer. Deyirik ki, litosfer, litos, daş, sfer təbəqə deməkdir. Yerin bərk daş təbəqəsini öyrənirdik. Dağlar, düzənliklər, relyef, endogen, eksogen bunları öyrənirdik. Atmosferdə atmos hava, sfer təbəqə deməkdir. Yerin hava təbəqəsini öyrənirdik. Günəşin çıxma bucağı olsun, belə deyək, küləklərin yaranması, təzyiq sahələri bunlar haqqında danışırdıq. Hidrosferdə hidrosu sfer təbəqə deməkdir. Yerin su təbəqəsi haqqında danışırdıq. Dəniz, okean, ada, yarımada. Bu gün isə biosferdən danışacağıq. Bios canlı, sfer təbəqə deməkdir. Canlıların yaranması. Ümumiyyətlə diqqətli dinləyin, çünki qəbulda bununla bağlı suallar olur. Məsələn, biz burada landşaftdan da danışacağıq, daha sonra torpaqdan danışacağıq, torpağın quruluşundan danışacağıq. Demək, geoloji eralara görə biosferdə canlıların yayılma dövrləri arxeik proterozoy, yəni gerixana cədvələ əsasən deyəcəyik, paleozoy erasında, mezozoy və kainozoy erasında. Arxeik və proterozoyda ilk bakteriyalar yaranıb, ilk yosunlar əmələ gəlib. Paleozoyda balıqlar bütün Pantalas, ilk okean olan Pantalasa yayılıb və quruda ilk bitkilər əmələ gəlmişdir. Həmçinin deyirik ki, mezozoyda sürünənlər başlıca heyvan növü olaraq ilk quşlar yaranıb, həmçində çılpaq toxumlar geniş yayılmışdır. Kainozoyda isə artıq örtük toxumlu bitkilər və məməli heyvanların hökmranlığı olmuşdur. Biosfer hər hansı bir ərazidə bir-birlə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlər qrupuna biosinoz deyilir. Yəni biosinoz hər hansı bir ərazidə bir-birlə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlər qrupuna deyilir. Biosinozlar ekvatorial və subektoral meşələrdə ən böyük məhsuldarlığa və zəngin növ tərkibinə malikdir. Ən kasıb bitkilər isə əsasən deyirik ki, səhra və yarım səhralara məxsus olan bitki və heyvanlar aləmidir. Ümumiyyətlə okeanda yaşayan canlılar şəraitinə görə bölünürlər planktonlara, nektonlara və bentozlara. Planktonlar suda sərbəst üzə bilməyənlər, hansı ki xırda orqanizmlər deyirik və yaxud da bitkilər, bunlar adlanır planktonlar. Okeanda sərbəst hərəkət edən orqanizmlərə, yəni nektonlar, balıqlardır, hansı ki onlar belə deyək suda, yəni okeanda sərbəst hərəkət edə bilirlər. Okean dibində yaşayan bitki və heyvanlar isə bentos adlanır. Bentos yırtıcılardır. Onlar belə deyim, çox yəni gözləri görmür, çox yastı formada da. Çünki okean dibində nə işıq, nə də ki temperatur olmadığı üçün o qaranlığa öyrəşmiş canlılardır. Sonra gəldik nəyə? Okeanlarda canlılar coğrafi enlindən asılı olaraq qeyri-bərabər paylanmışdır. Tropiklərdə canlıların növ tərkibi zəngin olsa da biokitlə azdır. Yadda saxlayın. Biokitlər əsasən deyirik ki, ekvatordadır və qismən mülayimdədir. Mülayim qisməndə subtropiklərdə canlıların növ tərkibi zəif olsa da bioloji məhsuldarlıq daha yüksək keyfiyyətdədir. Sahilə yaxın zonalarda bitki və heyvan faunası daha zəngin olur. Gəlin araşdıraq görək, niyə sahilə yaxın zonalarda bitki, yəni flora və yaxud da heyvan fauna daha zəngin olur? Çünki buna səbəb odur ki, həmin sahədə günəş işığının və istiliyinin su hövzəsinin dibinə qədər enməsidir. Və enməsi nəticəsində çaylar çoxlu şirin sular gətirir əraziyə və bu da nəyə gətirir? Sahilə yaxın ərazilərdə zəngin bitki, yəni flora və yaxud da deyirik ki, heyvanların, faunanın daha zəngin olması nəticələri. Orqanizmlər qidalanmasına görə bölünürlər qeyri-üzvü maddələrlə qidalananlar, sonra hazır üzvü maddələrlə qidalananlar. Ümumiyyətlə deyirik ki, qeyri-üzvü maddələr qidalanıb üzvü maddə əmələ gətirən canlılar, bunlar bitkilərdir. Bitkilər deyəndə bunlar qeyri-üzvü maddələr qidalanırlar, üzvü maddə əmələ gətirirlər. Hazır üzvü maddələr qidalanırsa, buraya bütün heyvanlar aləmini aid edə bilərik. Heyvanlar iqlim şəraiti bitkilərdən asılı olaraq paylanırlar təbii olaraq. Yəni iqlim şəraiti var, bir də bitkilərin coğrafi yayılması bunlarda əsas faktordur, əsas amildir, yadda saxlayın. Heyvanlar aləmdə qidalanmasına görə üçə bölünür. Ot yeyən, ət yeyən və hər cür qidalananlar. Bəzən hər cür qidalananlar deyirik nə? Qarışıq qidalananlar. Canlı orqanizmlər qidalanmasına görə dedik ki, bayaq dedik ki, qeyri-üzvü maddədən qidalanıb üzvü maddə hasil edənlər, hazır üzvü maddələr qidalanır. Bir də ki, üçüncü qrup isə üzvü maddə ilə qidalanıb, üzvü maddəni qeyri-üzvüyə parçalanır. Bu qrupa hansılar aiddir? Bakteriyalar, göbələklər aiddir. Çünki onlar yerə düşmüş canlı orqanizm qalıqlarını ilkin maddələrə parçalayaraq bitkilərin yenidən istifadə edəcəyi şəklə salırlar.
Bu prosesə təbiətdə bioloji dövran deyilir. Testdə də qarşınıza çıxsa, ya harasa qarşınıza çıxsa necə? Demək, bioloji dövran nə oldu? Yer səthinə düşmüş, belə deyək, yəni canlı qalıqların ilkin maddələr, parçalar, bitkilər yenidən istifadə edəcək şəkildə salır. Olur nə? Bioloji dövran. Və ümumiyyətlə canlılar bizə 4 qrupa ayrılır. Deyirik ki, insanlardır, heyvanlardır, bitkilərdir və mikroorqanizmlərdir. Sonra gəlinir, bitkilərin inkişafı üçün ən əlverişli şərait olan ərazilər ekvatorial iqlim qurşağıdır. Yazıda saxlayırsınız mütləq. Subekvatorial iqlim qurşağıdır. Mülayim iqlim qurşağı isə musson. Yəni musson hardaydı? İqlimdən bilirdik ki, şərq hissəsində yerləşir materiklər. Musson vilayətinin və iqlim vilayətinin yayıldığı ərazilərdir. Yəni musson vilayəti həmçinin musson iqliminin yayıldığı ərazilərdir. Ümumiyyətlə bilirsiniz ki, canlılar suya olan tələbatla öz ehtiyaclarını qarşılayırlar. Bitkilər də suya olan tələbatını 3 qrupa ayrılaraq qarşılayırlar. Higrofit bitkilər var, mezofit bitkilər var və kserofit bitkilər var. Higro, mezofit və kserofit. Higrofit suya tələbkar olur. Məsələn, hansıların ki, suya tələbatı çoxdur, onlar adlanır nə? Higrofit. Hansıların ki, suya orta dərəcədə tələbatı var, bunlar olur mezofit. Hansılar ki, quraqlığa davamlıdır, olur nə? Kserofit bitkilər. Davam edirik torpaqla. Gəldik torpaqlar haqqında danışır. Bilirsiniz ki, yerin bitki bitən, üst, minbit qatı, məhsuldar qatı adlanır torpaq. Yəni yerin üst, minbit qatı, bitki bitən müxtəlif növ təriflər etmirlər. Olur torpaq. Ümumiyyətlə torpaqlar kimyəvi tərkibində 2 hissədən ibarətdir. Bir, mineral maddələrdən, bir də üzvü maddələr. Mineral maddələr torpağın qatının 90-95%-ni əhatə edir. Üzvü maddələr isə çürüntülər və ya humus, həmçinin torpaq qatının ümumi faizi 5-10% təşkil edir. Yəni ümumilikdə 100%-dir, 100-ün 90-95 arası mineral maddə olduğuna görə üzvü maddələr isə 5-10% əhatə etmiş olur. Torpağın əmələ gəlməsində təsir olan amillər testlərinizdə var biosfer bölməsində. Aşınmadır, relyefdir, bitki örtüyüdür, həmçinin bakteriyalar ailə bilərik, heyvanlar aləmidir, yeraltı sulardır, insandır ki, torpağın yaranmasına belə deyək, səbəb olur. Aşınma əsas torpaq əmələ gətirən amildir. Aşınma da bilirik ki, suların xarici qüvvələr nəticəsində aşınması nəticəsində yaranır. 3 növ aşınma var idi. Fiziki aşınma, kimyəvi aşınma və üzvü aşınma. Fiziki aşınma temperatur aşınması idi. Səhralıq ərazilərdə, məsələn üçün quraq ərazilərdə temperatur çox yüksək olurdu. Gündüzlər, gecə isə çox mənfi olurdu. Yəni amplitud böyük olurdu. Ən yüksək ən alçaq arasındakı fərq. Kimyəvi aşınmada deyirdik ki, rütubətli ərazi, məsələn, ekvatorial ərazilər daha çox üstünlük təşkil edirdi, həmçinin mülayim. Üzvü isə deyirdik hardadır? Əsasən bitki və heyvanların çox olduğu ərazi, yəni ekvator, subekvatorial, mülayim ərazilər əhatə edirdi. Sonra gəldik relyef. Relyef meyili çox olan ərazilərdə torpaq qatı nazik, az olan ərazilərdə düzənlikdə torpaq qatı daha qalındır. Bilirsiniz ki, dağda torpaq mücavəti daha zəif gedir, amma məsələn düzən ərazidə torpaq mücavəti daha intensiv gedir. Dağla düzənin arası olan hissələrdə lap, yəni super şəkildə yaranma intensivdir. Bitki örtüyünə gəldik. Bitki örtüyü ot bitkilərinin torpaq əmələ gəlməsində təbii ki, rolu daha böyükdür. Bunu qeyd etməsə olmaz. Bakteriyalar təbii ki, torpağa düşən qalıqların çürüyüb torpağa qarışmasını təmin edirlər. Heyvanlar aləmi torpaqda yaşayan heyvanlar torpağı münbitləşdirir. Yeraltı sular qurun suyunun səviyyəsinin qalxması torpağın şorlaşmasına yol açır. İnsan isə bildiyiniz kimi antropogen təsirdir, həm müsbət, həm də mənfi olaraq təsir göstərir torpağa. Gəldi torpaqlar quruluşuna görə bölünür 2 yerə. Struktur torpaqlar var, struktursuz torpaqlar var. Struktur torpaqlar struktur adından göründüyü kimi, yəni əlverişli torpaqdır. Burada dənəvari quruluşa malik olur, məhsuldardır. Ən yaxşı torpaqlardır belə deyək. Struktursuz isə adından göründüyü kimi struktursuzdur. Yəni humus maddəsi azdır deyə məhsuldarlığı aşağı olan torpaqlara deyilir. Ümumiyyətlə torpaqlar mexaniki tərkibinə görə bölünürlər hansı qruplara? Gilli, gillicəli, qumlu, qumsal. Mexaniki tərkib torpağın hava və su keçirmə qabiliyyətini müəyyən edir. Yəni mexaniki onun belə deyək, torpaq hava və ya su keçirə bilirsə, bu olur nə? Onun mexaniki tərkibi. Yadda nəyə saxlayırsınız? Dedik ki, 4 qrup oldu. Gilli, gillicəli, qumlu, qumsal. Qumlu və qumsal torpaqlar yaxşı su keçirirlər. Gilli və gillicəli torpaqda suyu pis keçirlər. Yəni su keçirmə qabiliyyəti, həmçinin hava keçirmə qabiliyyəti çox zəifdir. Sonra gəlir torpağın profili. Burada görürsünüz ki, torpağın profilidir. Ümumiyyətlə buradan gördüyünüz kimi deyir ki, torpaq qatının horizontallarının cəmi nə adlanır? Torpaq profili adlanır bizdə. Birinci hissə bizdə akkumulyativ
qatdır, ikinci illüvial qat, 3 illüvial və anasur qatı var. Və yaxud da buna A, B, C D deyirik. D anasur qatı olur. Deyirik ki, C toplanmadır, B yuyulmadır, A isə üst qatdır. Yəni torpağın ən məhsuldar tərəfi. İndi gəlin bunları bir-bir araşdıraq. Akkumulyativ qat çünətlərlə zəngin olan hissədir. Torpağın rəngi tünd olur və məhsuldar qat olur. Dərinə doğru humusun miqdarı azaldıqca rəngin tündlüyü də azalır. İkinci ellüvial qatdır. Bu yuyulma horizontal da adlanır. Burada çürümə məhsulları demək ki, yoxdur. Qidalı maddələr çox az olduğundan məhsuldarlıq aşağıdır. Sonra davam edirik illüvial qatla. İllüvial qat bizdə üçüncü gələn qat idi. Deyirik ki, yuyulma materiallarının toplandığı qatdır. Gilli hissəciklərlə zəngin olduğundan məsafəsiz olur. Məhsuldarlığı ellüvial qata nisbətən yüksək olur. Və ən sonda anasur gəlir. Anasur qatı da bilirsiniz ki, adından gördüyüm anasur bərk sur qatı. Gəldik torpaq tiplərinə. Qurşaqlar üzrə ekvatorial iqlim qurşağı, subekvatorial, tropik, subtropik, mülayim, subarktik və arktik iqlim qurşaqları var. Bunların fövqəladə torpaq tipləri yayılmışdır. Demək, ekvatorial iqlim qurşağının torpaqları çox rütubət olduğu üçün torpağın üstündə olan minerallar, belə deyim, yuyulur. Dəmir olan, dəmir birləşmə F2O3 oksid, yəni dəmir oksid belə deyək, deyirik ki, səthə çıxır və pas rəngi verir. Ona görə deyirik ki, ekvatorial iqlim qurşağının torpağı qırmızı, sarı, ferrarit və lateritdir. Subekvatorial iqlim qurşağının torpağı qırmızı, qonur, qırmızı, sarıdır. Tropik və subtropik iqlim qurşaqlarında qırmızı, qonur, sarı, boz torpaqlar yayılıb. Səhra və yarım səhralarda boz, qonur, çoran, şərakətli torpaqlar. Mülayim və subtropik qurşaqların çöl və meşə çöllərində qara torpaqlar yayılıb. Daha sonra deyirik ki, mülayim qurşağın enliyarpaq meşələrində qəhvəyi, qonur meşə torpaqlar yayılıb. Qarışıq meşələrdə çimli, podsol torpaqlar yayılıb. İnəyarpaqlı tayqa meşələrində potso, küllü torpaqlar yayılıb. Subarktik qurşaqda tundra qleri, tundra bataqlıq, tundra çəmən torpaqlardır. Subarktikdə olanlar, arktik və antarktikdə olanlar isə ibtidai torpaqlar, yəni heç bir şey yaramayan ibtidai bildiyiniz torpaqlardır. Sonra gəldik qısa qeydlərə. Bunları qeyd edin ki, sizə lazım olacaq. Torpaq əmələ prosesinin intensiv ola bilməsi üçün illik orta temperaturun 15-20 dərəcə Selsi arası olması, rütubətli əmsalının isə 0,5 ilə 1 arasında olması ən vacib şərtdir. Yəni, əgər temperatur 15-20 dərəcə Selsi arasıdırsa və o rütubətli əmsal nəyə bərabərdir? Yağıntının mümkün buxara nisbətidir. O da 3 versiyada olur. 1-dən böyük, 1-ə bərabər və 1-dən kiçik. 1-ə bərabərdirsə normal ərazilərdir, 1-dən böyüksə ifrat rütubətli ərazilərdir, 1-dən kiçiksə quru, səhralıq ərazilərdir. Demək, sonra dedik ki, rütubətli əmsal 0,1 ilə 1 arası, orta illik temperatur 15-20 dərəcə Selsi arası olarsa, torpaq miqdarı daha intensiv gedir. Rütubətli əmsal 0,4-dən az olduqda az məhsuldar və çox nazik torpağa ötürü yaranır. Ümumiyyətlə, torpaqlarla bağlı terminlər var. Torpağın melorasiyasıdır, bedlenddir, irriqasiyadır, torpaq eroziyasıdır. Torpağın məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərə torpağın melorasiyası deyilir. Yararsız, kəskin parçalanmış torpaqlar bedlendlər adlanır. Torpaqların arid quraq zonalarda suvarılması irriqasiya, səth suları və küləklər tərəfindən aşınıb parçalanması isə dostlar adlanır torpaq eroziyası. Gəldik coğrafi təbəqəyə. Burada görürsünüz ki, litosfer, hidrosfer şəkildə troposfer və vahid coğrafi təbəqədə troposfer, litosfer, hidrosfer. Yəni troposfer də birisi də atmosferin yerə yaxın olan ən üst qatıdır və hamısının cəmlənməsi adlanır coğrafi təbəqə. Təbii komponentlər qədim və cavan olmasına görə bölünür. Qədimlər relyefdir, su ehtiyatları, süxurlardır, cavanlar torpaqdır, bitki örtüdür, heyvanlar aləmidir. Coğrafi təbəqədə həyatın inkişafında ən mühüm rol oynayan amillərdən biri bioloji dövrandır. Coğrafi təbəqənin əsas tərkib hissəsinə aid olunur əsas komponentlər və törəmə komponentlər. Əsas komponentlər 1. Relyef, geoloji bünövrə və torpaqdır. 2. İqlimdir. Törəmə isə 3-ə aiddir. 3-cü kateqoriyaya yerləşdirə bilərik fauna və flora. 4 isə aiddir səth və yeraltı sular. Sonra gəlir coğrafi təbəqənin əsas xüsusiyyəti arası kəsilməz maddələrin mübadiləsinin getməsidir. Yəni coğrafi təbəqənin əsas xüsusiyyəti nə oldu? Ara kəsilməz maddələrin mübadiləsinin getməsi.
Maddələr və enerji dövranının fəal baş verdiyi 50-55 kilometrlik qovşaq zonası isə coğrafi təbəqənin qalınlığı hesab olunur. Coğrafi təbəqədə təbii proseslərin inkişafının səbəbi nədir deyə sual olarsa, cavab olaraq qeyd edirik ki, təbii komponentlər arasındakı bir-birinə zidd olan proseslərin mübarizəsidir. Həmçinin burada olan amillər zonal və azonal olmasına görə bölünür. Zonal amillər hansılardır? Temperaturdur, yağıntıların paylanmasıdır, torpaq və bitki örtüyüdür, heyvanlar aləmidir. Azonal amillər isə relyefdir, səthi süxurlardır, seysmik və geoloji proseslərdir, yeraltı suların səviyyəsidir. Coğrafi təbəqənin inkişafının qanuna uyğunluqları 3 qanuna uyğunluq var: bütövlük, ritmlik və zonallıq. Bütövlük nədir? Hər hansı bir təsir nəticəsində təbii komponentlərin biri dəyişərsə, onda bütün təbii sistem nə olur? Avtomatik dəyişmiş olur. Ritmlik nədir? Hər hansı prosesin nizamlı olaraq zaman və məkan daxilində təkrarlanması rejiminə ritmlik deyilir. Yəni, hər hansı bir proses nizamlı, ardıcıl olaraq müəyyən zaman və məkan daxilində daim təkrarlanır. Bu olur nə? Ritmiklik. Məsələn, sutkalıq ritmiklər var. Məsələn, gecə olur, gündüz olur, düzdürmü? Məsələn, səhər olur, axşam olur. İllik var, mövsümi ritmlər var. Məsələn, yay mussonu var, qış mussonu var. Məsələn, illik nədir? Fəsillər. Məsələn, yazdan sonra gəlir yay. Sonra gəlir payız, sonra qış, sonra yenə ardıcıl şəkildə bu dövr edir. Çoxillik ritmlik isə, məsələn, ərazinin çoxillik donuşdu sonrası olması, çoxillik yağıntıların yağması, quraqlıq olması və s. Zonallıq isə təbii komponent və ya təbii sistemlərin ekvatordan qütblərə doğru qanuna uyğun dəyişməsidir. Coğrafi təbəqənin inkişafı 3 mərhələyə ayrılır. İlkin və yaxud da deyilib yerine qədərki mərhələ, biogen mərhələ, müasir və ya antropogen mərhələ. İlkin və yerine qədərki mərhələ əsasən kriptozoy eonunu, yəni arxe və protezoy eralarını əhatə edir. Yer qabında vulkanizm proseslərinin tədricən zəifləməsi, qədim platformanın yaranması səslənir. Biogen mərhələ əsasən paleozoy eonunu, yəni paleozoy, mezozoy, kaynozoy eralarını əhatə edir. Təqribən 570-580 milyon il davam etmişdir. Müasir və yaxud da deyir antropogen mərhələ təqribən 40-50 min il bundan əvvəl insanın ətraf mühitə fəal təsir göstərməsi başlamışdır və bugünkü gündə davam etməkdədir. Yəni insan deyəndə antropogen yadınıza gəlsin, antropogen deyəndə insan yadınıza gəlsin. Bu da oldu bizdə nə? Demək, coğrafi təbəqənin inkişafı, torpaq, biosfer. Əminəm ki, sizlərə nəsə faydalı ola bildik. İnşallah növbəti dərs saxlarında görüşənədək bu PDF-i əldə etmək istəyirsinizsə, rəy bölməsində yazmağınız və yaxud da coğrafiya altdan xətt Nuranə altdan xətt ilə səhifəsinə yazın. Oradan mən sizə PDF-i göndərim. Çalışın torpaqlardır, ekvator, yəni zonalar üzrə baxın, çünki qəbulda qarşınıza çıxa bilər. O zaman bugünlük dərs sahanı yekunlaşdırın. İnşallah növbəti dərs sahanında görüşərik. Hələlik sağ olun.